Trendlər haqqında yayılmış miflər. Əgər bir şey trenddədirsə, mütləq onu almaq lazımdır. Xeyr, lazım deyil. Trendlər mövsüm üçün mütləq alınmalı siyahıya daxil deyil. Bu daha çox bir istiqamət göstəricisidir. Hazırda nə aktualdır? Kolleksiyalarda, çəkilişlərdə və mağazalarda nə daha çox görünür? Amma almağa dəyər olan yalnız sizə həqiqətən yaraşandır. Trendlər yalnız çox dəbli insanlara yaraşır. Bu da mifdir. Əslində trendləri istənilən insana və istənilən qarderoba uyğunlaşdırmaq olar. Eyni trendi parlaq, cəsarətli və diqqət çəkən formada təqdim etmək də olar. Çox sakit və gündəlik şəkildə də. Hər şey insanın nə qədər mod olmasından yox, onu həyatına necə daxil etməsindən asılıdır. Əgər trendləri geyinmirsinizsə, qeyri-aktual görünürsünüz. Xeyr, ümumiyyətlə trendləri izləmədən də çox müasir görünmək olar. Daha vacib olan geyimlərin üzərimizdə necə oturması, sizə nə dərəcədə uyğun olması və onları necə kombin etməyinizdir. Trendlər tez köhnəlir. Deməli, onların mənası yoxdur. Bəli, bəzi trendlər həqiqətən qısa müddətli olur, amma hamısı yox. Elə mikrotrendlər var ki, tez yaranıb yox olur. Elləri də var ki, bir neçə mövsüm bizimlə qalır. Burada əsas məsələ onları ayırd etməyi öyrənməkdir.